Salam əziz izləyicilərim, gününüz xeyirli, uğurlu, ruzili, bərəkətli olsun inşallah. Bugün sizə gözəl şəxsi tikili evlərimizdən birini inşallah təqdim edirəm. Evimiz hardadır? Maşdağı qəsəbəsi kəndin mərkəzində. Məmmədiyarov dairəsinin Xəyal bazarının yaxınlığında. Qapısına kimi asfalt əziz izləyicilər. İnşallah keçib hamısını sizlərə təqdim edəcəyəm Allahın izni ilə. Ən əsası qazı, suyu, işığı, sayğaclarına kimi hamısı daimi olaraq işlək vəziyyətdədir. İnşallah keçək sizlərə təqdimatımız əziz izləyicilər. Daxil oluruq inşallah. Deməli əziz izləyicilər, küçədən daxil olanda birinci aşağı mərtəbədə qaraja daxil oluruq. Evin həyəti arxa hissəsindədir. İnşallah onları da hamısını bir-bir sizə təqdim edəcəyim Allahın izni ilə. Əziz izləyicilər, aşağıda buradakı qarajda rahat 2 maşın salmaq olur. Burada aşağı mərtəbədə 3 otaq da var ki, təmir ehtiyacı var. Yüngül kosmetik işləri olunsa, o otaqları da istifadə eləmək mümkündür. Yuxarıda isə 4 otaq, mətbəx, sanitar qovşağıdır. Hamısını inşallah bir-bir sizlərə təqdim edəcəyəm. Daxil oluruq inşallah əziz izləyicilər. Burada belə bir koridorumuz var. Maşallah. Burada kladovka kimi buranı istifadə eləmək mümkündür. Əgər istəyən olsa əlavə sanitar qovşağı da edə bilər. Buradan sağ tərəfdə pilləkəndir, ikinci mərtəbəyə qalxmaq üçün. İnşallah həyəti göstərim sizə. Qalxıb ikinci mərtəbəni də təqdim edəcəm inşallah. Keçdik həyətimizə əziz izləyicilər. Həyətimiz maşallah görsəndiyi kimidir əziz izləyicilər. Yəni həyətində rahatlıqla ağac da əkə bilərsiniz, bisetka da qura bilərsiniz. Necə istəsəz əziz izləyicilər istifadə eləmək mümkündür inşallah. Keçid edəcəm əziz izləyicilər inşallah evimizin içərisinin təqdimatını edəcəm inşallah. Bir dənə siz səbr eləyin, qapını bağlayım inşallah. Gedək evimizin içərisinin ikinci mərtəbəsinin təqdimatını edək Allahın izni ilə. Deməli əziz izləyicilər, qalxdıq evimizin ikinci mərtəbəsinə. İkinci mərtəbəmiz görsəndiyi kimi maşallah Allah malına, mülkünə bərəkət versin. Səliqəli, tam şəxsi tikili evdir. Burada əziz izləyicilərim, onu da qeyd edeyim, göstərim sizlərə. Sanitar qovşağımızdır. Sanitar qovşağımız da maşallah olsun təmirlidir. Yenə qeyd edirəm. Tam şəxsi tikili evdir. Ev yiyəsi sırf özü üçün, yaşayış üçün təmir edib. Məsləhətli evdir. Ev göz qabağındadır. Ən əsası əziz izləyicilər, sənədi var. Sənədi paket kupça çıxarışdır. Maşallah daxil olduq burada əziz izləyicilər. Zalımızdır. Geniş qonaq otağımızdır. Zalın da zövqə görə divar kağızları vurulub əziz izləyicilər, hamısı görsənir. Keçid eləyirəm. Burada əziz izləyicilər digər otağımızdır. Bu otağımızda əziz izləyicilər tam olaraq təmirlidir. Özdə görürsünüz əziz izləyicilər ki, yəni ki hal-hazırda bu boyda yataq otağı bu kvadratda yoxdur. Burada isə əziz izləyicilər növbəti yataq otağımız. Maşallah olsun. Burada isə digər yataq otağımız var əziz izləyicilər. Gizli işıqlarına kimi hamısı qaydasındadır. Əziz izləyicilər, sənəd bir daha qeyd edeyim. Paket kupça çıxarışdır. Həm evin, həm torpağın çıxarışı var. Qiyməti 87.500 manata deyilir. Real alıcıya cüzi indirim olacaq. Ətraflı məlumat üçün əlaqə nömrələrimizə zəng edərək maraqlana və ya kanalımıza abunə olaraq digər elanlarımızla tanış ola bilərsiniz. Evinizin satılmasında köməklik göstərməyimizi istəyirsinizsə, əlaqə nömrələrimizə zəng etməyiniz yetərlidir. Daima xidmətinizdəyik.